Bugün ölkəmizdə ədliyyə orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. Hər il ənənəvi olaraq qeyd edilən bu gün dövlətin hüquqi sisteminin inkişafında, ədalətinin qorunmasında və vətəndaşların hüquqlarının təmin edilməsində mühüm rol oynayan ədliyyə işçilərinin əməyi yüksək qiymətləndirilir. Müxtəlif dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ictimai təşkilatlar ədliyyə orqanlarında çalışan hüquqşünaslara, məhkəmə və icra strukturlarının əməkdaşlarına, eləcə də penitensiar xidmət işçilərinə peşə bayramı münasibətilə təbriklərini çatdırıb. Təbriklərdə vurğulanır ki, ədliyyə işçiləri ölkədə qanunun aliliyinin möhkəmləndirilməsi, şəffaf və səmərəli idarə etmənin təmin edilməsi, insan hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərir. Qeyd olunur ki, son illər ədliyyə sisteminin modernləşdirilməsi, elektron xidmətlərinin genişləndirilməsi, məhkəmə inzibati sahədə islahatların aparılması ədliyyə işçilərinin peşəkarlığı və fəal iştirakı sayəsində mümkün olub. Bu islahatlar vətəndaşların ədalət məhkəməsinə daha rahat çıxışına, xidmətlərin daha çevik və şəffaf göstərilməsinə şərait yaradıb. Peşə bayramı münasibətilə bütün ədliyyə orqanlarının əməkdaşlarına ən xoş arzular çatdırılaraq vurğulanır ki, onların məsuliyyətli və çətin fəaliyyəti dövlətçilik ənənələrinin güclənməsinə mühüm rol oynayır. Dilbər Vüqar qızı, Bölgə TV.